5 dakika gidiyor başlar. O yüzden Sən ancaq öz əsərində, öz beynində qəhrəmansan, alendelansan. Hətta yüksək rütbəli məmur olsan belə, ola bilsin ki, vəzifəyə görə səni çox istəyərlər. Sən o insanların real münasibətlərin o vəzifədə, o durumda bilə bilməzsən. Səni haqqda nə düşündüklərin. Necə deyərlər, ölüb gedəcəksən və həmən gündə bütün dünya üçün adi günlərdən biri olacaq. Burada nə doğur ortaya? Burada o doğur ki, lazımlılıq. Sənə elə gəlir ki, lazımlısan, gərəklisən. Və burada eyib heç nə bir şey yoxdur. Özü qul hiss eləməyəsən. Özü qul hiss eləməyəsən. Lazımlısan, gərəklisən olsun, sevdiklərvə, əzizlərvə, dostlarvə, hər hansı bir sənət bacarırsan, lap əla, lap gözəl bacarmalısan da. Lazımlı, gərəkli olmaqda pis heç nə yoxdur. Qul olmayasan, özünə qul gözü ilə baxılmağına imkan verməyəsən. Fikri axıra çatdırmamağı xoşlamıram. Qul olanda dəyərsiz olacaqsan da, ucuzlaşarsan. Əşyadan da betər olasın. Və əgər psixolojiyada biraz zəifliyin varsa, o sənə çox baskı, sıxıntı gətirəcək. Fəhlə də olsun, eyni hüquqlu oyunçu ol. Yəni, qoy sənə insan kimi yanaşsınlar, qul kimi yox. Fəhlə o demək deyil, ağır işdə işləyən o demək deyil ki, o quldur. Dəyişik salmayın.